بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين، حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، سيما الحجة بقية الله في الأراضين. روحي وأرواح العالمين لتراب مقدمه الفداء، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Nəfslə mübarizə mövzusunu davam ettiririk və qeyd elədiyimiz kimi biz dünyaya gəlmişik ki, bəzi istəklərimizlə mübarizə aparaq. İnsan ona görə insandır ki, özü ilə mübarizə apara bilir. İnsanın özü ilə mübarizə aparması bir tövsiyə deyil, onun insanlığının göstəricisidir. İnsan ona görə insandır ki, özü ilə mübarizə aparsın. İnsan gəlib ki, özü ilə mübarizə aparsın, öz istəklərinə yox desin və bu vasitə ilə dəyişsin, təkamül etsin, dəyər istehsal etsin. Bu barədə dünən ətraflı danışdıq. Nəfslə mübarizənin zəruri olduğunu biz keçən ildən danışırıq. Keçən Ramazan ayından bugünə qədər, yəni bugünün də neçə 11-ci günüdür artıq Ramazan ayının bu mövzuda danışmışıq. Bunu ki başa düşdüksə əgər bu qədər söhbətdən sonra ki bizim nəfslə mübarizədən başqa bir çıxış yolumuz yoxdur və istəyirik nəhayət ki yola düşək gedək, başlayaq bu mübarizəni. Təbii ki, sual yaranır ki, hansı addımlar ataq? Mübarizənin nədən başlayaq? Necə başlayaq? Bəzən sıralama düz olmur ki, deyəsən ki, bunu birinci elə, sonra ikinci bunu, üçüncü bunu. Bəzən bir neçə şeyi eyni vaxt eləmək lazım olur. Çünki insan ruhu mürəkkəbdir deyə, ruh böyük bir mühərrikdir. Onun bəzi yerlərini söndürmək olmur ki, təkcə bir yeri yansın. Bəzən biz bir neçə halı eyni zamanda yaşamalıyıq. Bir neçə işi eyni zamanda görməliyik. Nələrdən başlamalıyıq sözün qısası? Nəfslə mübarizə yolunu ilk addımları nədən ibarətdir? Dedik dünənləri, yadınızdadırsa, dünən dedik, neçə addım var? Qəlbə aid olan addımlar, bir də əmələ, yəni batini, qəlbi, bir də zahiri, əmələ addımlar. Batini addımlar, qəlbə aid olanlar, qəlbdə baş verən. Bir də əməli addımlar, praktiki, əməlimizə aid olan addımlar. Qəlbdə dedik, iki addım atılmalıdır birinci, yola başlayan kimi. İki xislət, iki hal olmalıdır. Bir, şükür. İnsan şükür halında olmalıdır bu yolu getmək üçün. Şükür özü bir işdir, insanın şükür eləməsi. Keçən ildən 30 gün, bugün də 11 gün. Deyirik ki, nəfslə mübarizə aparmalısan. Deyirik ki, ya özün özlə yox deməlisən bəzi istəklərə, ya da ki, dünya bəzi istəkləri səndən alacaq və yaxud verməyəcək. Bunu danışdıq. Ya sən özün özlə yox deməlisən, yaxud da sən yox demədinsə də dünya hər istədiyi sənə verməyəcək, qaydası belədir. Və yaxud da istədikləri səndən alacaq, qaydası belədir. Deməli biz 40 moizədir, elə bundan danışırıq ki, sənin istədiklərin olmayacaq, sənin istədiklərinin əksinə getməlisən.
Onda sual yaranır ki, bəs mənə nəsə qalır? Cavab odur ki, hələ bu qədər mübarizədən sonra xeyli şeylərin var sənin. Xeyli ləzzətlər alacaqsan onsuz da. Demirlər, hər şeydən özünü məhrum elə. Heç kəs bunu demir. İnsan gərək hər şeydən özünü məhrum eləməsin. Bu qaydaları izah edəcək, nə ilə mübarizə aparaq? Bütün istəklərimizə qarşı mı gedək, yoxsa yox, bəzi istəkləri təmin eləmək lazımdır. Yəni, bu qədər mübarizədən sonra xeyli ləzzətlər var sənin ixtiyarında, xeyli malik olduğun şeylər var. Bax, bunların şükrünü yerinə yetirmək lazımdır ilk olaraq. Nəyim var, ona şükür eləyim, nəyim yoxdur, razı qalım. İkinci addım nə idi? Riza. Şükür və riza. Şükür nədir? Mənə verilənləri görüm, dəyərləndirim. Təşəkkür eləyim. Riza nədir? Mənə verilməyənlərə görə səs-küy salmayım, razı qalım. Bu iki addımdır. Bunsuz nəfslə mübarizə mümkün deyil. Nəfslə mübarizəyə başlayan insan ilk növbədə məhrumiyyətlərinə baxmamalıdır. İlk növbədə əlində olan şeylərə baxmalıdır. Nə qədər neymətlər var, nə qədər ləzzətlər var, bunlara görə təşəkkür. İkincisi, mübarizə prosesində nələrdənsə məhrum olmalısan, labüddür, təbiidir. Nələrsə olmayacaq, nələrəsə yox deyəcəksən. Nəfs başlayacaq şuluq salmağa ki, niyə belə oldu? Onun gərək ağzının üstündən yumruğu vurasan, deyəsən ki, mən razıyam, əcəb oldu, lap yaxşı oldu. Bu məhrumiyyətə görə razılıq halında olasan. Bu iki hal qəlbə aiddir. Bu yolu getmək istəyən insan bu iki halı yaşamalıdır. Nəyim var? Şükür, nəyim yoxdur? Riza, razılıq. Bu vacib iki addımdır. Keçirik əməldə olan iki addıma. Bu qəlbə aid olan. Əməl nə idi dedik? Əməl dedik bu idi ki, bəzi işləri görməliyik, bəzi işləri görməməliyik. Əməl proqramı bundan ibarətdir. Nələri etməməliyik və nələri etməliyik? Yadınızda da o gün dedim, etməliyikdən çoxdur. Tərk icradan çoxdur. Çox şeyi tərk eləməliyik, az şeyi etməliyik. Çox şeyi tərk etməliyik. Sual yaranır ki, birinci hansı günahlardan imtina eləyək? Birinci hansı günahlardan imtina eləyək? Birinci bundan başlayaq. Bu tövsiyəmi yadınızda saxlayın. Böyük alimlərin də bildirdiyinə əsasən nədən başlamalıyıq? Nəyi əvvəl tərk eləməliyik? Cəmaata zülm eləməyi. Birinci bundan başlamalıyıq. O günahlar ki, insanların haqqını tapdalayır, ondan başlamalıyıq. Bizə insanlardan neçə cəhətdən ziyan dəyə bilər? Mallarına ziyan dəyə bilər, aldıq, qaytarmadıq. Maşallah, möminlərin arasında yayılıb indi. Borc alır, qaytarmır, sonra da ona hədis oxuyur. Ki, bəs möminə kömək eləmək belədir, filandır. Heç qoymur, yazıq ağzını açsın, haqqını tələb eləsin. Düzdür, buna da din deyir ki, sən güzəşt elə, sən ona göz yum, mümkün qədər tələb eləmə. Buna da deyir, qaytar. Hərəsi öz vəzifəsinə gərək fikir versin. Hərəsi öz vəzifəsinə fikir versin. Bu ki, vəzifəsi qaytarmaqdır, onun vəzifəsini ona xatırladır. Ki, sən gərək mənə güzəşt. Axı, sənə də deyir, qaytar borcu. O, köhnə misal dedi, gəldi bir-birindən borc istədi. Dedi ki, bəs mən pis adamam. Dedi, başa düşmürəm, deyirəm, borc verdi, deyirsən pis adamam. Deyir, verəcəm, məsələn, bir aylıq deyəcəksən ki, gətirməyəcəksən, danışmayacaq. 2 ay keçəcək, danışmayacaq. 1 il keçəndən sonra borcumu istəyəcəm, deyəcəksən, pis adamam. Axırda belə deyəcəksən, pis adamsan. Odur ki, bu başdan vermirəm, deyirəm, mən pis adamam. İnsanlara zülm eləməkdən çəkinmək. Birincisi deyəndə bunu qruplara bölmək olar. İnsanların mal baxımından insanlara ziyan vurmaq olar. Can baxımından, Allah eləməsin, müminin qətl olunması, insanın öldürülməsi böyük günahdır. Üçüncüsü, abır baxımından. Bəzi hədislər var ki, müminin abrını aparmaq canını əlindən almaqdan daha pisdir. Ona görə nəyi tərk etməliyik? Nəyi tərk etməliyik? İnsanlara zülmü və bunun içində deyirlər, birincisi qeybətdir. Qeybətdir. Yola başlamaq istəyirsənsə, tərkdən başlayırsan. Tərkdən.
Qəlbdə dedik nə idi? Şükür və riza. Yadınızdadır da bu. Qəlbdə şükür və riza. Əməldə tərk olunmalılar və icra olunmalılar. Tərk olunmalılar birinci hansıdır? Dedik insanlara zülm eləməyəsən. Onların içində birinci hansıdır? Qeybəti birinci tərk eləyəsən. Bundan başla. Bundan başlayın ki, qeybəti tərk eləyin. Cəmaatın qeybətini eləməyin. Çox pis bir şeydir. Çox insan ruhunu ləkələyən, insanı təkamüldən saxlayan bir şeydir. Özü çox şirindir, insan deyir, nə olar, mən danışacağam, nə olacaq? Nə olacaq görürsən cəmaatın haqqına girdin. Ümumiyyətlə, başı aşağı sal, öz söhbəti elə. Bunu özü dilvə öyrəşdir bunu. Nə işin var, o belə elədi, bu elə elədi. O halda lazımdır ki, ciddi zərurət var və bu zərurət bizə əsas verməsin ki, hər şeyin adını zərurət qoyaq. Hansısa bir ciddi ictimai müzakirə olar, hansısa bir kiməsə qiymət verməlisən, hansısa bir agahlıq üçün, nə üçün, hərdən bir dəfə ola bilər, bəlkə ömürdə neçə dəfə. Hərdən bir dəfə. Amma ki, hərdən biz buna riayət eləmirik. Oturduqsa məclisə, kimlərisə müzakirə eləməyə başlayırıq. Bunu tərk eləyə bilsək, çox xeyirlər olar bizim üçün, çox xeyirlər olar. Çox xeyirlər olar. Anı olaraq şirin gəlir. Deyirsən, bəs yaxşı nə danışaq? O qədər öyrəşmişik onun bunun sözünü danışmaq. Deyəndə eləmədi, yaxşı, nə danışaq? O qədər sözlər var danışmaq. Yaxşı sözlər var, yaxşı hallar var, hadisələr var, cəmaatın xoş işləri var. Dilin könsün bir dəfə, deyirəm, filan kəs yaxşı adamdır. Niyə bir adamın pis, yaxşı sözünü danışmırsan? Otur elə hey cəmaatı təriflə, olan şeyləri təriflə. Olan şeyləridir. Gözəllikləri gör, öz qanını da qaraltma, başqasının da qanını qaraltma. Birinci addım olaraq qeybəti gərək tərk eləyəsən. İnanın ki, bir müddət insan bunu məşq eləsə, görəcək ki, ruhu nə qədər dincəlir. Cəmaatın yükünü daşımaq pisdir. Qiyamət günü ağır vəziyyətdir. Bunu keçmişdə demişəm. Hədislərdə var, əlindən tutub qaldıracaqlar. Deyəcəklər, kimin bundan nə tələbi var gəlsin, alsın. Ən qiyamətin deyir, ağır səhnəsidir. Ən qorxulu səhnəsidir. Rüsvay olan anlardır. Üzünə gülmüşük, nə qədər adamın arxasıca danışmışıq, indi aşkar olub, deyəcək, əvəzini tələb eləyirəm. Bir ilin orucu getdi, yayın istisində oruç tutub, nə var, kiminsə sözünü danışıb, orucunu aldı apardı. Neçədən oruç tutmuşuq? Hələ hərəsini birinə bağışlasaq, bir şey qalmayacaq. Namazın gedər, hələ o da əlində qalan savablar. Hamısı əlindən gedər, axırda əli boş qalarsan. Odur ki, cəmaatın sözünü danışma. Cəmaatın haqqına girmə. Dilvi öyrəşdirmə cəmaatın qeybətini eləməyə. Bu çox vacib məsələdir. Çox vacib, çox önəmli məsələdir. Cəmiyyətdə qeybət olmazsa, insanların bir-birinə ehtiramı çox olar, inamı çox olar. Deyir, olan sözü danışırıq da, eləyib deyirəm də, eləmədiyini demirəm ki. Vallahi elədiyini demək qeybətdir. Elədiyini danışmaq qeybətdir. Eləmədiyini desən, lap biabırçı vəziyyətdir. Çünki ona sən böhtan atımsan. Cəmaatın eybini danışmağa dilinizi öyrəşdirməyin. O dəfə, keçmişdə mən bunu demişəm, alimlərdən biridir ki, bal arısı necə yaşayır? Zibilliyin içində, üzr istəyirəm, gözəlliyi tapır. Gülə gedir, qonur. Milçək necə yaşayır? Tərtəmiz bədəndə bir dənə yara tapır, ona qonur. İnsan var məntiqi, milçək məntiqidir. İnsan var bal arısının məntiqidir. Milçək kimi yaşamayaq, bütün günü çirkabda qurdalanaq, onun bunun eybini axtaraq danışaq. Təmiz yaşayaq, özümüzlə zövq alaq yaşayışdan, gözəllikləri görək, pislikləri də görməmək o həddə olsa ki, sadəlövlüydür, yox, o mənada demirəm ki, sadəlöv olaq. Yox, bəzi çox şeyləri görmək, o deməkdir, onu qabardasan. Gör, göz yum. Göz yum, vacibdir, hər gördüyünü qabardasan. Hünər budur ki, görəsən, göz yumasan. Görməmək kör-köranəlidir, sadəlövlüydür. Hamı allatsın adamı. Mən bu mənada demirəm, hamı adamı allatsın. Yox, sadəlöv olmayaq, görək, göz yumaq. Çox, hər gördüyün şeyi niyə qabardıb öz qanını da qaraldırsan cəmaatında? Bəzən elə bilirdilər, Peyğəmbər görmür. O qədər danışmırdı, deyirdilər ki, bu lap, nəuzubillah, Quranın sözü, deyir, bu lap qulaqdır ki, yəni ancaq işi qulaq asmaqdır, eşitməkdir. Allah Quranda deyir ki, onun qulaq olmağı sizin üçün daha xeyirlidir. O danışmır çox sözü, elə bilmir, bilmir. Bunu
mən neçə dəfə danışmışam. Bir neçə alim haqqında deyirlər, onu Ayətullah Qulpaygani haqqında da eşitmişəm, Ayətullah Bürucirdə haqqında da dəqiq bilmirəm hansı olub. Eşitmişsiniz, neçə dəfələrlə danışmışıq, deyir, gedim bundan biraz pul alın bir nəfər deyir. Gedim biraz pul alım, deyir ki, necə alım, öz-özünə fikirləşir ki, deyim ki, həyat yoldaşım xəstəxanadadır, uşağım olacaq. Bunda qoca yaşıdır müştehidin. Müştehidlərdən gedib hərdən cəmaat pul zad alır da, bu da gedir ondan pul almağa. Gəlir deyir ki, yoldaşım xəstəxanadadır, uşağım olacaq, mənə bir miqdar pul lazımdır, bir qədər. Deyir, nə qədər, deyir, filan qədər. Pulu verir, çıxır, gedir. 2-3 ay keçib pul xərclənib qutarıb, axı, deyir, neyniyim, gedim təzdən yanına, qoca kişidir, nə biləcək, deyim ki, yenə pul lazım. Gedir 3 aydan sonra yanına, deyir, mənə bir filan qədər pul lazım, deyir, neynirsən, deyir, uşağım olacaq. Bu da başa düşürüyor həmin adamda, amma üstün vurmur. Çıxardır, pul verir. Nəm bir müddət keçir, yenə də pul qutarır, yenə deyir, gedim, nə biləcək. Öz ağlı da ora çatmır, keçəmsə başqa bir şeydir. Nə də yalan danışırsan, eyni yalanı danışma. Təzdən deyir ki, həyat yoldaşım xəstəxanadadır filan, mənə pul lazımdır. Bu da pulu verəndə verir, gülə-gülə deyir, amma həyat yoldaşının, arvadının qədrini bil, hər arvadın işi deyir, ildə 3 dəfə uşaq dünyaya gətir. Sənə xüsusi bir lütfüdür Allahın. Yəni, insan o eybi, nöqsanı, günahı görə bilər. Vacib deyil onu qabardıb danışasan, üzə vurasan, kiminsə yanında danışasan. Üstündən ötüb keçməyi bacarasan. Bu, böyüklərə xas xüsusiyyətdir. Böyüklərə xas xüsusiyyətdir. Qəlb sındırmayasan, söz danışmayasan, kiməsə səndən ziyan toxunmasın. Ürək sındırmamağa çalışasan. Bu, tərkə aid məsələ. Gələn söhbətlərimizdə qismət olsa, yenə də toxunarıq bu məsələlərə. Bunların hamısını bir xırda-xırda toxunub, sonra yenidən qayıdacaq bəzilərinə. Əmələ başlayırıq. Tərk qutardıq, indi istəyirik əməl eləyək. Əmələ nədən başlayaq? Hamı bilir. Bunu da yəqin hamı bilir nədən başlayaq. Əmələ başlamaq üçün hərəkət birinci başlayır namazdan. Bunu hamı bilir. Namazdan başlayır. Nəfslə mübarizə yolunun əməli hissəsinin birinci addımı namazdır. Bir də deyirəm, nəfslə mübarizə yolunun əməli hissəsinin birinci addımı namazdır. Namazdan başlayır bu yol. Bu yolda sənə kömək lazımdır, güc lazımdır. Nəfslə mübarizə asan məsələ deyil. Gücü hardan alasan, Quran bizə buyurur, İstəinu bis-səbri və-səlah. Səbir və namazdan kömək alın. Quran açıq deyir bunu, açıq. Bundan açıq ayə yoxdur. İstəinu, kömək alın. Nədən? Səbir və namazdan. Səbir ayrı mövzuda toxunmaq istəmirəm, namazdan kömək alın. Quran namazı gətirir, nəfsani istəklərin qarşısında qoyur bir neçə yerdə. İstəklərin müqabil nöqtəsi olaraq namazı qeyd edilir. Misal üçün, əqimis-səlah, namazı qıl. Namaz əmridir bu. Namazı bərpa edin. İnnəs-sələtə tənha anil fəhşai vəl-münkər. Namazdır ki, insanları çirkinlik və pisliklərdən uzaqlaşdırır. Yadınızdadır dedik, hansı meyllərlə mübarizə aparmalıyıq? O meyllər ki, bizi çirkinliklərə aparır. O meyllər. Deyir ki, namaz çirkinliklərdən uzaqlaşdırır. Necə? Yəni, o meyllərin qabağını alır, qoymur səni çirkinliyə aparan meyllərə tabi olasan. Namaz, həva-i nəfsin qarşısında dayanan bir sipərdir. Namaz. Namazın əsas işi nədir? Namazın əsas işi nəfslə mübarizə. Namazın əsas işi budur. Namazın əsas məsələsi budur. Nəfslə mübarizə yaradılışın əsas mövzusudur, bəli. Nədən başlayaq? Nədən başlayaq? Qəlbdə iki hal, şükür və riza. Tərkdə qeybəti birinci tərk edilir və insanlara zülm eləməyi. Əməldə namazdan başlayırıq. Namazdan. Namaz birinci addımdır. Belə bir qayda var. Deyir, əziyyət vermə və əziyyət çəkmə. Qızıl qayda.
Əziyyət vermə, heç kəsə səndən əziyyət dəyməsin, əziyyət çəkmə nədir? Yəni ki, itirdiyinə görə təəssüflənmə. Əziyyətə salma özünü hər şeyə görə. Güc verir namaz. Namazı neçə yerdə nəfsin müqabilində qoyur. Birinci dediyi ayəsini. İnnəs salətə tənha anil fəhşai vəl münkər. Muhammed Ali Muhammedə salavat deyək. İkinci ayəni deyirəm. Fəxələfə min ba'dihim xəlfun əza'us salah və təbə'uş şəhəvat. Burada yaxşılardan danışır. Peyğəmbərlərin tərəfdarlarından danışır. Sonra gəlir bu yerə çatır. Deyir, onlardan sonra bir nəsil gəldi. İki xüsusiyyəti var. Pis nəsil idi bu. Onların iki xüsusiyyəti nədir? Əza'us salah və təbə'uş şəhəvat. Namazı zayi elədilər və istəklərinə tabi oldular. Görürsünüz ki, namazı zayi eləməklə istəklərə tabi olmağın arasında bir əlaqə var. Quranda yan-yana deyir. Deyir ki, namazı zayi elədilər və istəklərə tabi oldular. Namazdır ki, istəklərin qarşısında dayanır. Namaz bizə necə kömək eləyir? Namaz özü özlüyündə nəfslə mübarizədir, özü özlüyündə. Namazın hərəkətlərinə baxın, hamısı nəfslə mübarizədir. Namaz o qədər də cazibəli əməl deyil. Xahiş edirəm, mənə burada irfan bəhsi açmayın. Namaz meyracdır, namaz eşqdir. Belə şeylər mənə danışmayın. Bəli, namaz meyracdır, bəli, namaz eşqdir. Amma haçan gedir çatır adam ora. İlkin mərhələdə namaz eşq zat deyil və birinə təbliğ eləyəndə nə badə deyəsiniz, namaz eşqdir. Gəlir görür eşq zat deyir, deyir, mənə alladırsan sən. Mən elə bilirdim belədir, Allahla danışmağın belə cazibəsi var, belə hallar keçirirsən. Gəlir görür o hallardan xəbər yoxdur, xəbər ətər yoxdur, gəlir deyir, hanı? Namazın ilkin mərhələdə, lap ilkin günlərdə var, təzə bir şeydir. Təzə bir şey adama xoş gəlir. İndiyəcən olmayıb həyatında. Bir gün, 2 gün, 1 ay təzədir. Sonra ki, təkrarlandı, onun şirinliyi gedir, acılığı qalır. Kim nə deyir desin, belədir. Acılığı qalır. Allah özü bunu ilkin mərhələdə acı qərar verib. Deməyin ki, bu nə danışır, namaz acı deyir. Bəzi sözlər var ki, siz qorxursunuz deməyə, mən dilimə gətirirəm. Sizin əvəzinizdən deyirəm. Hamının ürəyində var, deməyə qorxur. Mən bu işi öhdəmə götürmüşəm ki, bəzi sizin ürəyinizdə olan, dilinizə gətirməyə qorxduğunuz sözü, mən deyirəm, qoy zərbə mənə dəysin, eybi yoxdur. Hamımızın əvəzində qoy məni danlasınlar, məni qınasınlar. Amma nə deyirsinizsə deyin, namaz ilkin mərhələdə acıdır. Allah özü ona acı qərar verib. Təkrar olunan eyni hərəkətlər gündə. Gəlin də bunda cazibə axtar. Coşan Kəbir duası yaxşıdır ildə bir dəfə, Qədir gecəsində. Kumeyl duası həftədə bir dəfə, ayda bir dəfə. İmam Hüseyn əzadarlığı ildə bir dəfə, bir neçə gün. Oruc da ildə bir dəfə. Namazın dərdi budur ki, hər gün gəlir başının üstünə alır. Hər gün. Gəlir başının üstünə alır, eyni təkrar hərəkətləri eləməlisən. Nə qədər olar? Qiyam, rüku, səcdə. Namaz əleyhinə danışıram, mən əks təbliğat aparıram. Namazın əleyhinə. Allah özü belə qərar verib. Qiyam, rüku, səcdə. Qiyam, rüku, səcdə. Eyni hərəkət. Səhər dur onu elə, yuxulu, divara dəyə-dəyə. Günorta, axşam. Eyni şeyləri təkrar eləyirsən hər gün. Namazın mahiyyətində nəfslə mübarizə var. Çünki zahirində ilk baxışda cazibəsi yoxdur namazın. Cazibəsi yoxdur. Bəzən yuxudan ayırır səni. Səhər tezdən. Bəzən yorğun vaxtda düşür, axşam namazı, işdən gəlmirsən, yorulmuşsan, deyirsən, biraz ayağımı uzadım, dincəlim, deyir, Allahu Ekber, dur namaz qıl. Birinci yuxu ilə mübarizə aparsan, axşam yorğunluqla. Günortada işlə, işin ən qızğın vaxtı, ya naharın vaxtı oturmuşsan, çörək yemək istəyirsən, azandır.
Get namaz qılmağa. Artıq mübarizə yaratdı, görürsünüz. Səhər birinci mübarizən namazla başlayır. Gün başlayır, nəfsə yox demək lazımdır. Nə ilə yox deyəsən, Allah gətirib namazı günün ən baş vaxtında, əvvəl vaxtında, yuxunun ən şirin vaxtında. İstəyirsənsə günün mübarizə ilə başlayasan, namazla başlayırsan. Namazla başlayırsan, qopasan gərək yerindən, durasan Allahın huzurunda. Heç nə də insan eləməsə, qulaq asın, bir insan o qədər zəif imanı var ki, heç nə eləmir, nəfsi ilə heç bir mübarizə aparmır, ən azı gündə 5 dənə mübarizəni aparmağa məhkumdur, namaz qılandısa əgər. Namaz qılandısa. Namazın əsas birinci mahiyyəti bundan ibarətdir. Hələ dəstəmazı da əlavə eləyib. Namaz qıldırmağı bəsdir, deyir, hələ dəstəmaz da al. Dəstəmaz sərin su ilə olsa yaxşıdır, qışın soyuğunda məsələn. Bunların hamısı Allahın məhəbbətidir. Mən bunları zarafatca deyirəm, təbii ki, siz də başa düşürsünüz. Deyir, dur dəstəmaz al, namaza başla. Paltarın, bədənin pak olsun. Qiblə axtar. Hamısı bir işdir. Hamısı bir işdir. İşin də mahiyyəti nədir? Özünə yox demək, nəfslə mübarizə aparmaq. Nəfslə mübarizə əməliyyatıdır namaz. Öz dediyi 7 yaşdan öyrət uşağı. Birisi həddi buluqdan namaz vacibdir, 15 yaşdan oğlan uşaqlarına. Həddi, amma 15 yaşdan başlatmayın. Uşağa 7 yaşdan deyil namazı vadar edin. Qəribə bir şeydir. Bu qədər yumuşaq bir din namaz məsələsində deyir uşağı vadar eləyin. 7 yaşından namaz qılmalıdır. Başlasın qılmağa. Bu namaz ibadi məsələ deyil 7 yaşda uşaq üçün. Bilirsiniz? 7 yaşda uşaq nə bilir namaz nədir? Doğrudan da bilmir. Heç bilməyi lazım da deyil. Bilməyi lazım da deyil. 7 yaşdan namaz qıldır, yəni mübarizəyə alışdır uşağı. Namaz uşaq üçün çətindir qılmaq. 7 yaşda uşaq üçün. Oynamaq istəyir, gəzmək istəyir. Məsələ elə bu çətinlikdədir. Oynamaqdan qopub namaz qılır, ilk dəfə nəfslə mübarizəni namazda təcrübə eləməyə başlayır uşaq. Elmdə təcrübə eləyir, məktəbə gedir, oxumalıdır. Bunlar hamısı nəfslə mübarizə əməliyyatlarıdır. O vaxt ki, məktəb yaşı çatdı, uşaq keyfini istəyəni daha eləyə bilmir. 7 yaşacan gəzir, dolanırdı, indi dərs oxumalıdır. Həmin müddətdən deyir, namazı da qıldır ona. Hər gün namaz onu oyundan, əyləncədən ayıracaq. İlk dəfə bu, özü ilə mübarizəni namaz vasitəsilə təcrübə eləyəcək. Uşağa deyəsən, namaz qıl deyə bilər ki, axı istəyirəm oynayayım. Sən deyir, mən bilirəm ki, sən oynamaq istəyirsən. Elə məsələ bundadır ki, sən oynamaq istəyirsən, deyir, oynama, gəl namaz qıl. Heç başa düşmə nə deyirsən. Namazın irfanını başa salmayacaqsan ki, 7 yaşlı uşağa. Dinən, övladım, elə mən də istəmirəm qılım. Sən elə bilmə, mən böyük adamam. Sən necə oyuna başın qarışıb, mən də ikə kişiyə, mənim də öz oyuncaqlarım var. Mən də oyuncaqlardan ayrıla bilmirəm. Elə bizim ikimizə də çətindir ayrılıb gəlib namaz qılmaq, ibadət eləmək. Çətindir. Allah o 7 yaşdan ibadəti vacib buyurmur şər'ən. Amma ədəb qaydası kimi tövsiyə edir valideynlərə ki, valideynin haqqıdır ki, uşağa 7 yaşından namaz qıldırsın. Məşq elətdirir özü ilə mübarizəni namaz insana. Ona görə gedin alimlərin hansına müraciət edirsə eləyin. Kim mənə inanmır, getsin, kimdən soruşun, soruşursa soruşun. Mən neyniyim, get Ayətullah Behçətin rəhmətliyin yanına sağlığında gedirdilər alimlər. Mən neynəməliyəm, nədən başlayayım? Kimin heç fərqi yoxdur. Hansı alimi deyirsiniz, deyin, fərqi yoxdur. Gedin yanına, nədən başlamalıyam? Deyir, namazı əvvəl vaxta qıl. Namazı əvvəl vaxta qıl. Ayətullah Behçət öz ustadı Əllamə Qazidən nəql eləyir. Deyir, mənim ustadım Əllamə Qazi deyirdi ki, Əllamə Qazi fövqəladə bir insandır. İrfan dağı deyiblər ona. Fövqəladə, doğrudan da nə bilim, qəribə insanlar da olar. Bilmirsən, necə olublar, elə olublar. Mən bunu keçmişdə sizə demişəm. Əllamə Qazinin nəfəsi kimə dəyibsə arif olub, irfan sahibi olub. Bir dənə tələbəsi yoxdur ki, fərsiz olsun. Bir tələbəsi yox. Əllamə Təbətəbai, Ayətullah Behçət və bir xeyli alimlər onun tələbəsidir.
Ayətullah Behçət öz ustadından nəql edir. Deyir, ustadım deyir ki, üzr istəyirəm, öz sözüdür deyirəm. Kim bir il namazı əvvəl vaxtda qılsa, bir yerə gedib çatmasa mənim üzümə tüpürsün. Soruşdular ki, ağa, namazı diqqətlə qılmağı nəzərdə tutur. Buyurdu, xeyr, diqqətdən zatdan danışmır. Namazı elə əvvəl vaxtda qılmaq. Diqqətsiz də olur olsun. Namazı əvvəl vaxtda qılmaq. Çünki bu bir il ərzində sübh azanı, zöhr və şam vaxtı sən hər dəfə azan vaxtda qılsan, xeyli istəyi əzmisən. Bu xeyli istəyi əzmək bir ildən sonra nəticəsini verəcək. Baxın, nə qədər şeyə yox demisən sən. Allah da elə gətirib çıxardacaq ki, sən ki qərar verdin namazı əvvəl vaxtda qılmaq, elə işlər çıxardacaq qabağıva ki, qopmağa məcbur olacaqsan. Bilirsiniz, o qopmaqda nə qədər gözəlliklər var. O ki, qopursan, ayrılırsan. Qayçı kimi namaz gəlir, sənin bağlarını kəsir. Bax, onun içində də hər nə varsa. Ona görə bir il bu işi gör, diqqət çatdalayıcı olma. Diqqəti çalışır, amma bu elə özü diqqət yaradacaq. Çünki diqqəti yayındıran nədir? Nəfs. Sən vaxtında namazı qıldıqca nəfs zəifləyir, diqqəti də asudə buraxır, sonra namazı da başlayacaqsan elə diqqətlə qılmağa. Elə diqqətə də müsbət təsir göstərəcək. Əvvəl vaxtda namazı qılmaq. Bunu da deyim ki, cəmaat namazında biraz gecikdirməyə icazə verilir. Ona görə hərdən mənə deyirlər ki, niyə gec gəlirsiniz? Deyirəm, biraz müstəhəbdir, gecikdirəsən namazı ki, cəmaat gəlsin, toplaşsın. Ona görə də bəzən məqsədli şəkildə biraz gec gəlirik ki, məsələn, nahar vaxtına düşür, cəmaat toplaşsın. Cəmaat namazında bir qədər, ödəmirsən saatla yox, bir qədər gecikdirmək müstəhəbdir. Namaz məşqdir, nəfslə mübarizə məşqidir. Odur ki, onu öz vaxtında qıl. Namazın nizamına fikir ver. Nizamına fikir ver. Gözləmə ki, məsələn, halım olsun, namaz qılım. Bilirsiniz, namazı gec qılmağın mənası. Dilində halım yoxdur, qoy birazdan qılaram. Elə Allah xoşdur ki, halın olmaya durub qılasan. Namazı da gətirdin, bir dənə şey qoymuşdular, nəfslə mübarizə aparasan, onu da gətirdin, nəfsin istəyinə tabi elətdirdin ki, halım olanda, indi halım yoxdur. Da bu bir dənədir də, burada heç olmasa halı nəzərdən qaçır, halı nəzərə alma. Bu sənin halı dağıtmaq üçün gəlib. Bunun üçün qərar veriblər. Ancaq hallı vaxtı uzun namaz qılır, keyf istəyən vaxtı. Halsız vaxtda deyir tez. O vaxt ki, nəfs deyir tez elə, onun acığını bir-iki dənə də zikir çox dinən. Bir-iki dənə də zikir çox dinən. Amma bunu da deyim sizə, nəfsin acığını o qədər də yükləməyin özünüzü ibadətlə. Çünki sonradan bu insanda ikrah yaradır. Bunu da qeyd edeyim yanında. O qədər də nəfs deyib özünüzü yükləməyin ki, sonradan bezdirməsin sizi. İndi məsələn, mən danışım, sabahdan biri desin, mən nəfslə mübarizə üçün günə məsələn 3 günün qəza namazını qılacam, el eləməyin. Amandır, ondan sonra yorulacaqsınız, sonra heç vacibi qılmağa həvəs olmayacaq. Həddində əzün. Məsələn, deyir tez qalx rükudan 2 dənə əlavə zikirdir onun acığına. Gəl onun acığına bir iş görəsən, 2 dənə zikir əlavə denən, 3 dənə zikir əlavə denən. Deyir ki, namazı qıldın, getmək istəyirsən, namazı qılıb dərhal ayrılsın, namazı qəbul eləməyəcəm. Bunu qabaqcadan deyir. Namazdan sonra, yaxşı, təsbih gətir, bir də hələ xanım Fatimə Zəhranın zikrini deyim. Sonra bir şükür səcdəsi elə. Lap da indi istisna tələsdiyim vaxt başqa, amma o adamlardan Allahın xoşu gəlmir. Əssalamu aleykum və rəhmətullah, durdu, qaçdı bayra. Məsciddə də elələri olur. Elə bir ki, həbs eləyiblər bunları buradan. Bunlar zorla gəliblər bura ki, daha məcburuq, tez çıxın buradan. Həbsxanadan çıxın. Bu yanaşma olmasın gərək ibadətə, namaza. Namazı zay eləməsin insan. Namazı zay eləmək və şəhvətlərə tabi olmaq. Namaz çox mühümdir. Buyurur ki, vaylun lil musallin. Quranda bir yer var, onun dalını oxumasan arxasını. Belədir ki, vay olsun namaz qılanların alına. Ondan nə qədər lətifələr düzəldiblər. Ki, mən namaz qılmıram, dəlil Quran ayəsi ki, vay olsun namaz qılanların halına filan. Arxasıca buyurur, vaylun lil musallin əlləzinəhum an salatihim sahun. Namazını səhlənkarlıqla qılar. Niyə vay olsun? Çünki axırı pis qutarır bu insanların. Nəfsin atını sərbəst buraxıb, cilovun əlinə almayıb, nəfs o yan bu yana çapır, namazdır ki, onu cilovlasın, bu da namazını vaxtında qılmır. Vaylun lil, vayl deyirlər cəhənnəmdə bir yerdir.
Biz deyirik vay olsun, o bir mənasıdır. Bir də vail olsun. Vail, yəni vailun lil musallin. Cəhənnəmin xüsusi bir təbəqəsidir. Orada namazı yüngül sayanlar qalacaqlar. Odur ki, gələn kimi eşqdən, məhəbbətdən danışır bəzisi. Deyir ki, Allahı sevmək istəyirəm, istəyirəm namaza aşiq olum, namazı sevim. Hələ sən tələsmə, yoldan təzə gəlmisən, 2 gündür namaza başlamısan. Hələ sən biraz namazla döy nəfsü, gələn kimi eşq axtarma. Döy nəfsü, elə bil hərbi xidmətdə olanlar bilir. Gedən kimi o mülki həyatdan qopartmaq üçün bilirsən neyirlər? Başlayırlar insana zülm eləməyə, əziyyət verməyə. Dur, yat, ayağı nə qədər döyərsən? İnsan başa düşmür, bu nə üçündür? Ayağı nə qədər döymək olar axı? Mən gəlmişəm düşmənlə vuruşmağa. Ayağı gərək döydürsün sənə ki, sən hərbi nizamı ruhunla hiss eləyəsən. Biləsən ki, sən hardasan. Onu hiss eləmədən döyüş olmaz. Sən gərək hiss eləyəsən ki, onu gedənlər bilir. Hərbi xidmət ələ silah alıb forma giyinmək deyil. Xüsusi bir fəzası var. O fəzanı sənə hiss elətdirmək üçün bir müddət gərək ayaq döyəsən. Bəndəliyin də bir fəzası var. Bəndəliyin fəzası gündəlik namazla hiss olunmalıdır. Birincisi sən hələ nəfsü gərək döyək deyəsən, sonra eşqdən, məhəbbətdən dəm vur. Namaza səhlənkarlıq bilirsiniz nə qədər pis şeydir. Quranda münafiqlər haqqında danışır. Deyir, onlar namaza könülsüz yaxınlaşırlar. Nifaqın, münafiqliyin əlamətidir. Bəzilərimiz özümüz də bilmədən namazdan da nəfsani ləzzət almaq istəyirik. Bu çox incə məqamdır. Öyrəşmişik, hər şeyi keyfimiz istəyən eləyirik. Bir dənə namazdır ki, keyfimizin istəyənin əksi nədir? Ona görə deyirik, necə eləyim ondan da ləzzət alım? Əslində həmin o dondurma yeməyin ləzzətini almaq istəyir namazdan. Tələsir. Namazın ləzzəti var, amma nəfsi əzəndən sonra gəlir o ləzzət. Nəfsi vurandan sonra gəlir. Nəfsi vurub əzməsən o ləzzət gəlmir. Namaz xüsusi ləzzəti var, amma ləzzəti şallağının arxasındadır. Ayətullah Seyyid Mürtəza bizim alimlərdən biridir. Vəfat eləyəndə dedi, bütün namazlarımı qəza eləyim. Dedilər, niyə görə? Deyir, qorxuram ki, düz qılmamışam. Dedilər, siz eşqlə namaz qılmışsınız. Siz namaz qılanda ləzzətlə namaz qılırdınız. Deyir, ona görə qorxuram ki, bəlkə namazım da nəfsani ləzzətlərimin xidmətindəymiş. Hərçənd ki, namazı düz qılırdı. Namazdan ləzzət alarlar. Bu qorxur ki, nəfsi tam əzməmiş namazdan ləzzət almağa başladın. Şübhələnə bilərsən ki, bəzən şeytan namazı da bəzəyir. O hədislərdə var ki, bidət çıxardan adamların namazının xuşusu artıq olur. Məkkədə görmüsünüz, bəziləri var. Yatır hərəmin içində. Durur birdən azandı, dəstəmaz almır. Dəstəmazsız elə halla namaz qılır, ağlaya-ağlaya. Elə ləzzətlə namaz qılır. Elə hər alınan ləzzət səni aldatmasın. Ola bilər namazdan alınan ləzzət də elə nəfsani bir ləzzət olsun. Şeyx Mürtəza ondan qorxur, Seyyid Mürtəza, ondan çəkinir. Nəfslə mübarizə aparırsan namaz vasitəsilə, nəfsi əzdikdən sonra namazdan ləzzət almağa başlayırsan. Mən çox danışmıram, sözümü yavaş-yavaş yekunlaşdırıram. İnsanın insanlıq ədəbi namazla başlayır. Ata evə girir, uşaq ayağa durmur. Ata evə daxil olur, övlad ayağa durmur. Bu nə qədər ədəbsizlikdir. Ədəbsizlikdir ki, övlad atasının ayağına durmasın. Bu ədəbi ilk olaraq namaz uşağa öyrədir ki, məsələn, azan vaxtıdır, ədəbsizlikdir Allahın huzurunda oturmuşsan, durub namaz qılmırsan. Bu ədəb köklü olarsa, atasına da ədəb göstərəcək, anasına da, ailəsinə də, hər bir kəs, insana. Bu ədəbi öyrətmək lazımdır. Namaz olsa doğrudan da insanı islah eləyər. Çünki namaz nəfsdən mübarizədir. Gəldilər, Peyğəmbərə dedilər ki, ya Rəsulallah, bir cavan var, namaz qılır, amma günah işlər görür. Buyurur ki, İnnə sələtəhu tənhahu yevmən. Peyğəmbər buyurdu ki, bir gün namaz onu
düzəldəcək, islah eləyəcək. Yaxud da dedilər ki, filan kəs gündüzlər namaz qılır, gecələr oğurluq eləyir Peyğəmbərə. Peyğəmbər buyurdu ki, namaz onu islah eləyəcək. Bunun mənası o deyil ki, hər namaz qılan, o Peyğəmbər idi onu deyə bilirdi. Biz deyilə, hər namaz qılan axırda islah, bəziləri dayda zay olacaq. Onu biz bilə bilmərik. Amma başlanğıc üçün, nəfslə mübarizə üçün namaz vacib məsələdir. Namazı davamlı qılan insanın, vaxtında qılan insanın nəfsi yerində oturacaq və yavaş-yavaş nəfs əziləndən sonra indi həmin acı namaz gör necə şirinləşdi sənin üçün. Yadınızda da əvvəl dedim, əvvəl günah şirindir, itayət acı. Bir müddət nəfsünlə vurur, dəyişir mənzərə. Günah çirkindir, itayət şirin. Biz ora gedib çata bilmirik də, 40 ildə, 50 ildir. Gedib çata bilmirik ki, o nə olan şeydir belə. O nə olan şeydir ki, elə danışırıq, qulaq asırıq. Dağılışıb gedirik, yenə gələnlə oruçluq gəlir, yenə danışırıq, yenə qulaq asırıq. Günahlar həmin, keçən ildən bu ilə həmin günahları mələklər yazır, bayram qutarır, təzdən həmin günahları yazır, təzdən həmin günahları. Bir addım qabağa gedə bilmirik, bir addım. Allahdır ki, gətirir bəhanələr eləyir, Ramazan ayını, Məhərrəm ayını, Qədir gecəsini, hey bağışlayır, biz düzəlmirik ki, düzəlmirik. İslah olmuruq ki, olmuruq. Amma gedənlər deyir ki, əvvəl nəfs şirindir, günah şirindir, itayət acı. Elə ki, əzdün o nəfsi, onda günah çirkin olur, heç qoysalar qabağıma götürməzsən, iyrənərsən, itayət şirin olur. Bu ilkin mərhələni keçmək lazımdır. İlkin mərhələdən keçmək lazımdır. İmam Rıza əleyhissalam buyurur ki, şeytan qorxur kimdən? Namazlarını vaxtında qılandan. Nə qədər ki, bəndə namazlarını vaxtında qılır, şeytan ondan çəkinir, cürət eləmir yaxın. Oturur, qulaq asır, gözləyir, puskuda dayanır. Çalışır ki, əvvəl namazını xarab eləsin. Necə xarab eləsin? Sonra qılarsan, biraz dincini al, yorulmusan filan. Başlayır namazı ki, başladı gecikdirməyə, şeytan deyir, day mənim ixtiyarımdasan. Ondan sonra nə desə, onun dediyini eləyəcək. İmam Sadiq əleyhissalam, bu köhnə hədislər var, çoxdandır demirik. Vaxtında çox işlədir diyor hədisləri. İndi çoxdan da işlətmirik. İmam Cəfər Sadiq əleyhissalam vəfat eləyəndə ölüm yatağındaydı. Dedi, ən yaxın adamlarımı çağırın əhl-i beytimi. Toplaşdılar. İmam Sadiqin son vəsiyyəti nə idi? Axırıncı sözü. İmam Sadiq bu vəsiyyəti eləyib dünyadan köçdü. Dedi ki, hamını topladı, dedi ki, namazı yüngül sayanlara bizim şəfaətimiz çatmayacaq qiyamətdə. Bunu dedi və salam dünyasını dəyişdi. İmam Sadiq imamdır və son anında da ən vacib sözü danışar. Gör, nə qədər vacib məsələdir ki, dedi, kim namazı yüngül sayacaqsa, bizim şəfaətimiz ona çatmayacaq. Bu ayda şəhid olan Əli əleyhissalam neçə şey tapşırdı? Vəsiyyətinə baxın. Biri də dedi, Allah fissalah. Namazı sizə tapşırıram, oğlanlarına dedi. Çünki o sizin dininizin sütunudur. Namaz olsun ki, din çadırı yerində möhkəm dayansın. Yavaş-yavaş buna özü alışdırsan, sonra namazdan ayrıla bilmirsən. Həmin o acı namaz ki, bu yax deyirdimi, təkrar, eyni hərəkətlər, heç bir cazibəsi yox əvvəl. Sonra gəlir bir yerə çatır ki, Şeyx Ənsari haqqında danışırlar. Deyir, isti yay günü idi, bax belə gün idi. Susundan yanırdı, Nəcəfdə, İraqın istisində. Gəldi, dedi, ürəyim yanır, tez su gətirin. Gətirdilər, deyir, su gətirincə, dedi, durum namaz qılım. Durdu, 2 rükət namaz qılmağa. Namaz o qədər apardı onu. 1 saat namazı çəkdi. Gördülər ki, su istilənib, qızıb. Özü də susuzluğa qələbə çalır. Peyğəmbər necə deyir? Deyir, Allah namazı mənim gözümün nuru qərar verib. Ac necə yemək istəyər, mən namazı elə istəyirəm. Susuz necə su istəyər, mən namazı elə istəyirəm. Amma bir fərqlə ki, ac yeyir, doyur, susuz da su içir, doyur. Amma mən namazdan doymuram. Ərihna ya Bilal. Bizi dincəlt Bilala deyirdi. Azam ver, yəni dur bizi dincəlt, bizi rahatlandır. Doymurdu namazdan, ibadətdən. Bu yol hamı üçün açıqdır. Ayətullah Məliki Təbrizi üçün eşidək elə belə, ömrümüzün axırınacan elə eşidək bu adamlardan. Eşidək bu sözlərdən, sonra da gedək deyək mənlidir bu, danışır da orada. Sübh namazının qunutunu tuturdu, azan vaxtı namaza başlayır. Qunut tuturdu, qəzaya 5 dəqiqə qalmış namazını qutar. Qunut o qədər. Çünki deməyə sözü var Allahla, qərq olur ibadət. Mən demirəm, valla bunu deyib qorux, sizdən tələb eləyən yoxdur bunu ki, ya məndən tələb eləyən yoxdur.
Biz də bir yerə gedək çataq da heç olmasa bundan bir həddə qədər ləzzət ala bilək. Axı bunun içində böyük ləzzətlər, keyflər var ki, dadan insanlar bilir. Xanım Fatimə Zəhranın Allaha ən gözəl halı deyir, rüküyə gedib, səcdəyə gedib, o qədər zikr eləyirdi ki, göylərin taqəti qalmırdı. Allah hicabları çəkirdi, mələkləri dəvət eləyirdi. Deyirdi, görün bu görün nə yaratmışam. Bunu hansı məqamında deyir? Fatimənin rükû halında, səcdə halında o qədər şövqlə zikri deyirdi, zikrə qərq olurdu. Allah göylər dözmürdü, hicab çəkilirdi, mələklər baxın görün nə yaratmışam. Görün bu nə gözəllik mənzərəsi yaradıb. Görün bu nə qədər zikri deyir, doymur zikirdən. Bu mənlə, sənlə mənim üçün olmayan məqamdır. Biz gəlmişik elə işləyək, yeyək, içək, yaşayaq və dünyamızı dəyişək. Biz də gəlmişik ki, insan olaq və insanın insanlığı bununla ölçülür ki, insan Allahla münacatdan zövq ala bilsin. Və bu da nəfslə mübarizə sayəsində mümkün ola bilər inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk. باسمك العظيم الأعزام الأعز الأجل الأكرم وبحق فاطمة وأبيها وبعلها وبنيها يا الله 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 İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bu ayı bizə axır orucluq qərar vermə. Bu ayın hər gününün, hər gecəsinin feyzindən bizi binəsib eləmə. Allah, sənə and verirəm bu ayın ehtiramına, bizi bu ayın bağışlananlarından qərar ver. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Allah, xəstələrə şifa mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. Öz ibadətin, itaətin ləzzətini bizə daddır. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. İlah, günahkar gözlərimizi qiyamətin günündə ağlatma. İlah, ölüm anını bizə mübarək elə. İlah, bizi bundan artıq bir-birimizə mehriban elə. Bu məscidi inşa eləyib, bina eləyib, dünyasını dəyişənləri qəriq rəhmət elə. Bizdən əvvəl bu məsciddə ibadət eləyən, əzadarlıq eləyən, dünyasını dəyişən müsəlmanların hamısına rəhmət elə. Ailəmizdən, övladlarımızdan, nəslimizdən əhl-i beyt düşməni, Əli düşməni qərar vermə. Dünyada Əleyhisselamın qəbrinin ziyarətindən, qiyamətdə o həzrətin şəfaətindən bizi binəsib eləmə. Bir daha sənə and verirəm, bu ayın şəhid Əli ibn Əbi Talib hörmətinə burada iştirak eləyənlərin qəlblərindən xəbərdarsan, nə hacətləri var, nə dərdləri var. Əli ibn Əbi Talib hörmətinə hamımızın hacətlərimizi rəva elə. Öz evin ziyarətin, Mədinə ziyarətin bütün arzusunda olanlara bu cəmə qismət elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurun tez elə.